Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Ağdərə rayonunun Həsənriz kəndinə yeni köçürülmüş sakinlərlə görüşüblər. Onların məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb. Görüşdə iştirak etmiş vətəndaşların müraciətləri üzrə aidiyyatı işlər aparılıb. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı ilə Zəngilan rayonunun Ağalı kəndində fəaliyyətdə olan Oba Market Məhdud Məsuliyyətli Cəmiyyəti və Intec Energy Solution Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri arasında görüşlər keçirilib. Görüşlərdə sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib. Qarabağ Regional Məşğulluq Filialı ilə Parlament Akademiya Hazırlıq kursunun nümayəndələri arasında görüş keçirilib. Görüşdə işə düzəltmə, peşə hazırlığı və birgə maliyyələşmə proqramı ilə bağlı müzakirələr aparılıb, birgə peşə kurslarının təşkili barədə razılıq əldə olunub. Filial tərəfindən Ağdamda da işə götürənlərlə görüşlər keçirilib. Ağdam City Hotel, Rahat Market və Zəfər restoranının rəhbər heyəti ilə təşkil olunmuş görüşlərdə müəssisələrdə mövcud olan vakansiyalar üzrə filial tərəfindən namizədlərin təqdim edilməsi, birgə maliyyələşmə proqramı çərçivəsində əməkdaşlıq və boş iş yerləri barədə məlumatların vakansiya bankına yerləşdirilməsi qaydaları barədə müzakirələr aparılıb. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xocalı rayonunun Xanyurdu, Şuşa kənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə yeni köç etmiş sakinlərlə görüşüblər. Sakinlərin məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb, onlara məşğulluq tədbirləri ilə bağlı məlumat verilib. Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi layihəsi çərçivəsində keçirilmiş bootcampda iştirak edib. Tədbir iştirakçılarına Dövlət Məşğulluq Agentliyi tərəfindən özünü məşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə verilən əmlaklar, həmçinin sakinlərin aqrar sahə üzrə maarifləndirilməsi tədbirləri barədə məlumat verilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup ailəyə özünü məşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Cəbrayıl rayon Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdləri üçün peşəyönümü məsləhət xidməti təşkil edilib. Şagirdlərə ixtisas seçimi barədə məlumat verilib.